Batıcının market evi məhəlləyə buradan girsə 3 attım diye. 2 kilometr o biri baştan girir məhəlləyə. 3 tane kənd oradan fırlanır. Evine gel böyle. Xoşbəxtçilik pul değil. 100% qaqa. Onu da özümə təsəlli elə, idman eləm, sağlamlıq, çox yeriyirəm. Nəcəbsə idman eləyir, çox yeriyən bu Azərbaycan əhalisi 55 yaşında ölür bə. O idman eləmir, o yol boyu o qədər stres çəkir, fikir çəkir ki. Hər bir addım həyatından bir saat silir. O gündən bir dənəsi mənə yazır ki, qaqa deyir, adam qocalar Amerikada, deyirəm, mən anam gələndə 64 yaşı var, indi 55 yaşı var. Məsələdir, bax, düzdürsünüz, pul xoşbəxtlik deyil. Amma pulla xoşbəxt ola bilsin. Pul xoşbəxtlik deyil. Kim deyir ki, xoşbəxtlikdir? Yəni, pulu dəhşət çox olan adam narahat yaşayır. Bu günləri milyonçular məndən narahat yaşayır. Mən kimi azad gəzə bilmirlər, mən kimi rahat fırlana bilmirlər. Amma müəyyən yaş dövründən sonra pul səni xoşbəxt eləmir. Sənin ailəvin xoşbəxtliyi səni xoşbəxt edir və sən ailən üçün etdiklərin də pul qarşılığında olur deyə. Onu o pulla əldə etdiyin bir şeydir, sənə xoşbəxtlik gətirir. Misal üçün, bu nədir? Uşaq üçün alınır da oynamağa, mətbəx şeyləri, nə bilim şeylər. 5 dollar da qaqa bu, 5 dollar. 5 dollar, mən saata qazanam 35 dollar. Yəni, başı düşsən nə demək istəyirəm? Bu dəqiqə sən qazanmırsan, xaçlıysan, bayağı oturmursan. Bax, uşaq ondan sevinir, uşağın sevinməyi məni xoşbəxt edir. O 5 dollar özüm üçün xərcləmirəm ki. Mən 8 ayda bu köynəyi geyinə bilərəm. Mən bununla xoşbəxt olmuyorum. Mən indi bu saat gedim nəyi təzəsini alım, xoşbəxt. Adil gördü, bax, 80 min dollarlıq, 85 min dollarlıq maşını aldım, Adilin gözünə. Adil aldı da bitsin götürdü. 3 tane götürdü 85 min dollarlıq maşın. Gör, 1 gram sevindim orada. Belə, bu nə deyər, Allah'ın olsun deyirəm. Maşın ardım deyəm, belə. Hələ o mislər niyə demir? Sən deyir, 700 parlıqı var, bunu dəyişə bilərsin. Biraz sürülüb deyir, o biri salondan buraya gətiriblər. Deyir, bu sürülüb, bunu götürmürəm. Ömrü boyu sıfır maşın almayıb adam. Ən patolog sürdüyü maşın 5 min, 10 min manatlıq maşındır. Hala 200 min manat maşın alır. Qəbəli, o salondan buraya gəlib bir maşın deyir, sürülüb, istəmirəm. Yo, istəmirəm. Ondan görə bir yazıq salon çıxartdı, 1000 dollar pul otelin verdi. Otelin də pulunu verir, təsəvvür elə. Bax, getdiyimiz günü otelin pulunu da verdilər. Yeməyimizi də aldılar. Maşınları Çerez Kaliforniyaya göndərdilər Virginiyadan pulsuz. Hələ trip atırıq onlara. İstəmirəm. Salonda oturmuşdu, yemək yedi. İstəmirik. Belə ki, 1000 dollar da verir sizə. Allah'a and olsun. Salonda yemək yedi, videoda çəkmişdi. Yeməyə dolar almışdılar. Yeməyə dolar almışdılar. Onlar almışdı, olan şotunu. Təsəvvür cəmaat gəlib alışveriş edib, biz masa atmışıq salon ortasında. Fordda təsəvvür elə. Oturmuşuq kababza ditəlir. Saatlı danışıram, səsim bağlıymış burada. Yəni, elə şeylər var səni xoşbəxt. Maşın misalsı Amerikada səni xoşbəxt eləmir. Çünki çox asan alınan bir şeydir. F10 səni xoşbəxt eləyə bilməz. Mümkün deyil eləməkdə. O yüzden F10'un var. Həncə konsert verirdi. İlk alanda, okey. O təəssüratı yaşayarsan ki, ala bunu sürəcəm mən. Misal mən Camaron alanda, bizdə Həzə Aslanovda məhəllədə dağ rəngdə Camaro vardı. Hər gün gəndə pəncərəsindən baxardım içəri belə, deyərdim, ay bu la, təsəvvürə bunun içində oturursan. Amma mən də Camry yaman deyildim fikirdə. Camaro'ya baxırdım hər dəfə belə içində, deyirdim, ala bunun içində oturursan, təsəvvürə onu sürürsən, pəncərəsadır. Qaqa gəldim, onun üstünə açılanı aldım. Aldım 5 gün, 10 gün görsəm, ola da adi bir şeydir. Bir baxdım, gördüm, bir həftədən sonra Camaro'yla kuryer işləyirəm. Təsəvvür elə, Azərbaycanda pəncərəsindən içəri baxdığım, salona baxdığım maşında, amma Camaro'mun içi dizə qədər semiçka idi, vahid gibi bir körünələr. Dizinə qədər semiçka qalırıyız. Toz sovran götürə bilmirdi onu, o qədər semiçka atırdım ona. Allah'ın Camaro ya la. Azərbaycanda onu təkərin dillərinlə qaraldılar ki, mənim Camaro'm var. Video var. Hələ videolarda saxlayırlar. O mənim videom var. Ya mən Vəsiyyədə qalandı, amma Camry'yə maşın. Yəni bundan işləyib bunu alarsan. Ən zor videoda xoşum gəlir ondan. Cəmaat, mən Vəsiyyədə yaşayana cəmaat 2011'in Camry'sini elə yalayıb təmizləyib çəliyi ilə sürürdülər. 2011'in Camry'sini aldım, mən 2023'də yaşayırıq.
Mən gəldim bura 2024-cü ildə 2024-cü ilin kombisini alanda şok yaşaydım. Dedim o iddia salonundan ilk maşımı alam. Bir həftə sonra ondan taksavatlığa başladım. Sonra ondan 6 ay sonra 26 bin sürmüştüm. 6 ay sonra onu verip dedim Ford aldım. Ford'u 26 bin 30 bin sürdüm. Getdim Mustang aldım. Mustang'ı 26-30 bin sürdüm. Getdim Cadillac aldım. Cadillac'ı satıp indi 6 il sürüyorum Lincoln. Ya çok adiləşdi də, yəni sənin sözün olmasın. Yəni heç nə. Xoşbəxt olamıram artıq maşınlarla. Mənim maşınımı təsəvvür et, son 6 ayda yumamışam. Sənin. Ya bu dəqiqə yəni ki, ürəyin istəyən hər şey alma imkan var deyə özdə kredi kartlar zat da veriblər, eləyiblər. Ürəyin istəyir ki, bir dəqiqə götürərsən, alarsan. Mən adi o gündən göstərdim də dostuma 2 dənə PlayStation 4'üm var idi. Göndərdim şəklə dostuma ikisini də. 2 qardaşla dedim biri sənə, biri qardaş. Bir dənə istəmişdim məndən, 2 dənə göndərdim. Səhərsi gün çıxdım 430 dollar Uber'də işlədim, 100 də şeydə. Bir kameranın size gösterin. Kamera karşısında böyle vermez. Amerika'da yüzünü şöyle atabilmemeyin nazı cəhətləri. Her şey maşın içinde. Necədir? Vahid, arxivsən qaqa. Bu qaqa 4 il əvvəl olub qaqa. Yəni qaqa kuryer işləyirdin də, semiska çıxdın, tökürdüm, çölə tökə bilmirsən axı. Təsəvvür eləyin. Evin qabağındaydım, 2 dənə Prius'um vardı, bir dənə Camaro'm vardı. Belə çıxırdım evdən çölə. Bir dənə o hansı ilə gedim işə. Kuryerəm. Bugün Prius'dan çıxım, axşam gəzinti maşınım Camaro olsun. Qardaş, sən də bunu bu həyata layiqsən. Yəni mən zəmbillə düşməmişəm göydən. Bu həyata bəlkə sən məndən daha çox layiqsən. Mən sənə bunu başa salmaq istəyirəm. Qardaşım niyə demirsən, bura gələn bizim kimi yüzlərlə Azərbaycanlı girin prosto TikTok'un axtarış yerinə Amerika bayrağı qoyun. Böyle də Azərbaycan bayrağı. Heç də ya ad zat yazmayın. Amerika və Azərbaycan bayrağı qoyun. Bütün Azərbaycandan gələnlər bu dəqiqə profillərində Amerika ilə Azərbaycan bayrağıdır. Girin baxın olan hərəsinin profilindəki maşınlarla, şəkillərlə sadəcə görüntüsün kimi cavan uşaqlardanmısın. Bunu alan adam 2 ildə Amerikada yaşayır. Sadəcə telefon dükanında işçidir. Bak, telefon dükanında işləyir. Bak. 2026'nın en son modelini alıb. O günləri şey danışırıq. Mən ona kompüterimi attım, o screen paylaşmışdım da. Dedim hala hazırdı, yeməyimizi adım. Oturub başlayırıq da oyun oynamağa. Mənə masasına atdı. Qaqa, kiminsə dükanında işçi işləyir bu adam. Kompüter masasının qiyməti 4.000 dollardır. Azərbaycanda 12.000 manatdır olması. Yəni biz burada, mən YouTuber deyirəm ki. Mən yani kuryer işləyirəm də, istirahat zamanında kompüterini oynayıram, PUBG oynayırdım. Kaliforniyada daha rahat idi mən üçün oynamaq. Saatlar eyniydi. Gecə gündüz fərq vardı ama 12 olanda sizdə də 12 olurdu. PUBG oynayırdım. PUBG oynamaq üçün iPad aldım. Canlı yayında getdim, iPad götürdüm.